Salam. Neçə gündür video çəkmirəm. Bunun səbəbi oyun axtarırdım. Əslində o qədər də oyunu gec tapmamışam. Çoxdan atamışam. Prosta necə çəkəcəyimi və necə bir şeylər eləyəcəklərimi düşünürdüm. Çox ara verdim. Amma yenə gəldim. Bu səfər PUBG gəlməmişəm. Bu səfər draft eləyəcəm. Bəziləri bilir, bəziləri isə bilmir. Məsələn, burada qapıçı, o qapıçının üstünə basacaq, nə qədər qapıçılar gələcək. Biz onlardan ən güclərini seçib takımımızı gücləşdirmək eləyəcəyik. Yəni istəyimiz eləməliyik. Mən burada 4-3 seçəcəm. Bu elə bil ki, seçəndən sonra hər tərəfli seçimdir. Elə bil ki, hər yerdən var da məsələ. Mən buradan Zidanı seçəcəm. Zidan da buradadır. Yəni ki, ortadadır. Yəni orta sahadır. Sonra sağ beki seçəcəm. Bu biraz pis gəldi. 83 reyting. Burada 98 Rolfo Barcelona'da oynayır. Həm də 98'dir. Bu arada sol üstdə reytingi göstərir və bir də takımın kulübün, yəni qrupun, yəni takımın neçə yıldız olduğunu, yəni neçə ulduz olduğunu, neçə ulduzluq takım olduğunu göstərir. Bu arada əgər bu videoya çox baxış olsa, mən bunu başqa cür çətinliklərlə eləyəcəm. Davam eləyək. İnşallah xoşunuza gələr. Buradan Baggio seçəcəm. Çox yaxşı, əfsanə bir futbolçu olub. Buradan da 81 reyting Morphy seçəcəm. Mbappe və Messi. Messi 99'dur, gözəl. Burada ən çoxu 99 seçə bilirik. Ona görə də kadroya 99 gələndə sevinirəm ki, kadromuz güclü olur. Hələlik 86 reytingi, hələ takımın yarısı qurulmuyor. Buradan Valverde'ni seçəcəm. Buradan isə Gomez. Gəldik qapıçıya. Qapıçını biraz zəif verdi. Video biraz az ola bilər, amma yenə də maraqlı olacağını düşünürəm. Buradan Martinez seçək. Gəldik rezervlərə. Qapısı verdi, amma bir seçimimiz olacaq qapısını. Ona görə buradan qapısını seçməyəcəm. Əslində seçə də bilərəm, amma yenə də düşünmürəm. Mən sağ kanat axtarıram. Yenə də buradan santrafor seçəcəm, yəni hücumçu. Buradan Savanı seçəcəm. Burada bunu seçirik və davam edək. Simons, Pele, Hoffenheim, Bontami, Frimpong. Burada seçim aralarında qalmışam. Simons, Frimpong. Pele də seçə bilərəm, amma 95 reytingdir. 95 reyting olduğuna görə seçməyəcəm. Buradan seçək Frimpongu. Çünki bizə lazımdır. Dani Olmo, Çalxanoğlu, Sergio Ramos, Kane, Jordi Alba. Bizə əslində orta lazım deyil. Bizə hücum sağı, bir də solu biraz lazımdır. Bir də aşağı, sağ, sol. Yenə də burada elə olmadıqlarına görə mən Dani Olmalı seçəcəm. Gəldik, birinci buradan qapıçı ilə başlayaq. Gələk bəyək Alisson seçərdim. Onda buradan biz seçəcəyik. Bu qızı seçməyəcəm, yəni Airps'ı seçməyəcəm. Casillas seçəcəm. Casillas Repromu qapıya qoyaq. Barcola buradan.
98 Enkuku. Enkuku burada oynuyor. Yox. Onda Enkuku qalsın qıraqda hələlik. Yenə orta. Buradan da Bruno Fernandes. Orta hücumumuz çox, yəni ki, ortamız çox oyuncu var. Abedi Pele. Abedi Pele'ni seçmək də istəyirəm, seçməmək də istəyirəm, amma yenə seçəcəm onu. Bu səfər qarışıq gəldi. Buradan Zanettini seçə bilərəm. Teas Ferreira'nı da seçə bilərəm. Buradan Teas Ferreira'nı seçirəm. Gəldik sonuncu kartımıza. Buradan da Zinchenko'nu seçirəm. Və belə oldu kadromuz. Amma hələ dəyişikliklər eləyəcək. Gözləyim. Yəni sonlandırmıram. Yox, bu burada oynamır. Burada da oynamır. Burada da oynamır. Onda da Nalma 7'də qalsın. Valverde sağ ortada oynasın. Bəs bura Frimpong'u qoyaq. Hələlik kadromuz belədir, amma dəyişirik bununla. Zidane dəyişək. Zidane qoydum ora. Sağa da heç kim gəlmədi. Sağ Abedi Pele də sağda oynamır. Ona görə Abedi Pele'ni də yenə qoyuruq bura. Bruno Fernandes o da oynamır. Burada da oyuncuların fizikləri göstərir. Elə bir ki, məsələn, Abedi Pele, Messi Zidane'dan elə bir ki, fizik alır. Yəni ki, dostluq, məsələn, sonra elə bir ki, İngiltərəli, ikisi də məsələn deyək də, ikisi də İngiltərəlidir. Onlar bir-birinə fizik alır. Elə bir ki, fizik dostluq alır, fiziki dostluq. Bilmirəm kimi dəyişim. Burada bunu götürək. Elə bir ki, bura rezervdir. Yəni ki, bunlar oyunda olmayacaqlar. Yəni ki, oynasaq, məsələn, bir oyun oynasaq, oyunda olmayacaqlar da. Yəni ki, elə. Əslində, mənim bu tapdığım draftda oyun oynamaq yoxdur. Sadəcə kadronu gücləşdirmək var. Bir də ki, bu kadronu gücləşdirəndən sonra sizinlə bir yerdə paketlər açacaq. Bu elə belə oyundur, draftdır. Amma mənim əsl kadromda, yəni əsl draft kadromda var. Onu da sizə göstərərəm. Amma gələcək videolarımda. Bundan sonra bu bitəndən sonra paket açacaq. Sonra bəlkə bir dənə draft elədim. Hələ bu yerlərini dəyişək. Burada ki, elə bir ki, oyunda yedəkdə, yəni zamində olanlar. Bura qoyaq. Qapısını qoymayaq. Elə bir çox rentik olanları az rentik olanlarla dəyişirəm də burada. Burada Zinchenko'nun yerini dəyişdim. Bayaq, bu. Bunu tapmışdım. Bunu qoyaq bura. Biz olduq 96 rentik və 27 total fizik. Yəni toplam fizik gedir. 27, 33, ən çox 33'dür, biz 27 eləmişik. Mənə görə çox da yaxşı deyil. Mən 30'dan yuxarı eləmək istəyirəm. Reytingimiz 96. İndi paket açacaq. Ancaq siz bu kadronun necə olduğunu dəyərləndirərsiniz və paket açmağa keçirik. Bəli, gəldik paketlərə. Bizim burada 6 paketimiz var. Bunları açaq. Birinci paket. Bunlarla kadromu, yəni öz kadromu gücləşdirirəm. Öz draft kadromu. AKB, Diego Jota. Allah rəhmət eləsin. Bunları hamısını satıram. Bunlar paketdən çıxan oyunculardır. Satıram çünki mənə lazım deyil. Mənim kadroma daha güclər lazımdır. Buradan Upamecano'nu seçəcəm və satacağım. Mənə o da lazım deyil. Mənim kadroma daha güclər lazımdır. 90 reyting üstü.
Məsələn, bunları da satacağım. Çünki bunlar 90 reyting üstü deyirlər. Ancaq 82-80'lər. Bunlar bronz kartlardır bu arada. Bəlkə bəzi videolarımıza gələ bilər. Toti kartlarla challenge, sonra bronz kartlarla. Siz bizi izləmədə olun. Ben bunu kulübə göndərməyəcəm. 88 əslində göndərməyi düşündüm, amma göndərməyəcəm. Çünki həm çox pul eləyir, həm də ki 96 yox, onun yerinə Dembelem var. 90 neçədir bilmirəm. Mən bunların hamısını satım. Satdıq. İndi o birisi pana eləyək. Buradan Varane. Yəni Varan. Bunu kulübə atmağı düşündüm, amma yox. Bize kulüp atmalık bir oyuncu lazımdır. Varan pas. Bu da yok. Bunlar niye bu kadar zayıf gəlir? Başa düşmürəm də. Bunların hamısını sattıktan sonra sağlaşmaq vaxtı geldi. Sağ olun, salamat qalın. Videomuza çox baxış gəlsə, challenge'lar da gələcək.